Salam. Salamlar, salamlar. Salam verdim. Salam. Çocuğum kapat. Gelmişik Dəmir Yolu Vağzalına. Onları ne satmıyorum. Biz arkadaşlar. Aşkaliteler bugün gidiyoruz. Gedirik rayona. Ucara. Hadi rayonda. Buna koymuş. O bize zaten geçer. Ha. Üstüne yazır da görüntülebilirsin. Və gedirik. Çek. Çek. Sıralama Bebek ne kolumu geçmedi çek. Bacım. Ya. Gidiyor. Bilmiyoruz. Evet arkadaşlar bugün gidiyoruz. Ucara. Köye. Gidiyoruz və yağmura yüklədiyimiz. Və Sıradan böyle bir videosu var idi ya. Sen çək. Baxın. Ananı. Ha. O da mənim. Görünmüyorsun. Evet. Bir şey diyeyim. Bacım. İzləyicilərə qovuşalım. Sen köylüsün ama ben de köylüyüm. Bunu bilirsiniz %100. Manifemler. Yağmur. O genelde. Ucu qatara minmişik. Sürət qatarıdır. Gedirik. Sizə yolun gözəlliklərini, mənzərələrini çəkəcəm, paylaşacağım və görəcəksiniz. Necə gözəldir, heyran qaldım ilahinin yaratdığı gözəlliyə. Gittiğimiz rayon Ucar şəhəridir, Ucar rayonudur. Gedirik ora və orada xeyir işimiz var. Allah xoşbəxt eləsin deyək. Öncədən çox gözəl yolculuğumuz oldu. Çünki nə üçün? Sürət qatarından getdik. Çox rahat, oturacaqları, hər şey gözəl. Yəni insan narahat olmur da. İstədiyin kimi oturursan, yəni Wi-Fi var, hər şey var da bir sözlə. Wi-Fi varsa deməli dünya, həyat gözəldir deməkdir. Qatarımız saat 6-da tərpəndi. Öncədən saat 4-də qalmış çıxmışdıq. Gəldik Dəmir Yol Vağzalına çatana qədər xeyli vaxt aparır, 1 saat. Və biz əslində təsəvvürümüzdə çox idi. Yəni saatımız çox gedəcək yolla görə. Yəni gəlib Dəmir Yol Vağzalına, amma 1 saat heç çəkmədi. Bir 50 dəqiqə gəldik, çatdıq rahat. Çünki oradan gəldik Koroğluya, Koroğludan gəldik 28 maya və 28 mayın qapısının ağız məsəli. Geçən də oturduq hələ biraz gözəl bir yarı biz ora çatanda Dəmir Yol Vağzalına saat 5-ə qalırdı. 8 dəqiqə. 8 ya 10 dəqiqə belə qalırdı. Nəysə gəldik, oturduk, gözlədik hələ. Sonra da bir harca bir 50 neçə dəqiqə belə paşdı işdə gözlədik. 1 saata yaxın. Yəni sonra da qatarlara minik zaten var idi. Rahat şəkildə mindik. Yolculuğumuz çox qəşəng keçdi. Ümumiyyətlə mən qatarla gedilən yolları çox sevirəm, çim avtobusdan. Çünki avtobus çox sirkələyir insanları və bəzi insanlar ürəkləri bulanır, bəziləri narahat olur. Məsələn, mən avtobusla harasa uzaq bir məsafə gedəndə baş ağrı tutur, üstünüzə sağlıq olsun. Amma indi şükür Allaha qatar yəni şəraitlər var da, qatarımız var. Biz hətta sürət qatarından getdik, çox rahat şəkildə də gəldik. Saat 6-da çıxdı, 9-a qalırdı. Hardasa bir 20 dəqiqə biz Ucardaydıq. 3 saat 20 dəqiqə paşdışda elə çıxırdı. Hər nəysə. 3 saat nə qədər? Gəldik çatdıq, 4 saata yaxın gəldik, çatdıq rahat şəkildə. Havalı görünmək yok. Ben bilmiyorum. Buradan gel Gün vurur ona görə. Oturuşa bas sən al, oturuşa. Okulda nasıl havalı olunur? Okulda nasıl havalı olunur? Bakın. Çantanı bir kolunuza takalım. Evet. Qızlar qulaqlarına musiqi qoyub rəqs elədilər, dans elədilər, oynadılar, əyləndilər. Sadəcə olaraq yol uzun gəlməsin deyə və çox maraqlı keçirdilər. Öz aləmlərində idilər, öz belə əyləncələrində idi. Əslində belə olmağı çox gözəldir və iki bacının olmağı, yəni bacının bacı olmağı çox yaxşı şeydir. Həyatda ən müsbət, deyərdim ki, müsbət şeydir. Çünki mənim özümün bacım olmadığı üçün bunu bilirəm ki, nələr əksik olur insanda. Bölüşmək, sevgi, yəni dərdləşmək, bu əksiklikləri olur. Düzdür, şükür Allaha bu günə ki, mən onu necə deyək, valideynimlə belə işləri görmüşəm. Yəni heç bir problemi, amma bacının bacı olmağı tamam başqa bir şeydir. Gəldik Ucara. Axşamda ucu saat 9-a qalır. Gəlmişik Ucara. İndi baxın qatar gedəcək. Gəldi bura. Sonunda Ucara geldik. Hiç görünmürük bu arada. Heç nə olmaz. Əsas odur ki, gəlib çıxmışıq. Çəkilmə var. Hə, səni? Yo, itik.
Yaxşı. Çok qəşəngdir. Hamhamlara baxın. Bu il keçən il də buradaydı. Bir də alma var. Galiba gelene geçene şans veriyorlar. Bir içeride bir gün yok. Şimdi bilmem benim tanışım. Benim gözüm. Tutun ora. Tut ora. Güzelliğe bak. Bak köşeye koy. Hala pensil. Deməli pensilin tökdü. Hara tökdü pensilini? Ha, tökdü diyor. Stəkana. Yok bu da var. Buna. 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 Hə. Hiç tökeydi mi? Deməli pensilin açdı, tökdü, təzə körpəhan nəyə tökür o ön duşqalara? Sana o tökdü. Hə. Sonra yumurta ilə qarışdırıcı. Necə fantastikadır kənd həyatı. Deməli mən həyatımı şokun yaşayıram, çəkirəm falan. Deməli pensilini tökdü. İndi bu cücə heyvanlarında induşka üçün edirsən xala. Bəli, bəli. Hə. Deməli deyim maya yemi qatacaq pensilində. Amma Neçə? məni çəkmir ha. Yox, səni çəkmirəm, yox. Sənə quzu kəsərəm, çəkmirəm amma. Bir stəkana bir dənə pensilir. Bəs bu nə edirsən? Bunu da hunduşka siftə çıxıb da siftəki günü yumurtaya indi maya yemi qatacağım qəşəngcə. Hə. Hə. Qaçışdırıb verəcəm hunduşkalara. Hunduşkanın balalarına daha doğrusu. Bunu da induşkan balalarına versən. Bəli. Birinci günü veririk ki, soyuq olmasın. Dünən bir yumurtadan çıxır. Bəli, dünən yumurtadan çıxır. Birinci günü işlə vermirik. Çünki əfəl olurlar, yeyə bilmirlər. Şam bitdi, hə. Salamlar və toyun toy günü də aynı ikisidir. Bugün Zeynəbimin ad günüdür və mamaşı buradan onu təbrik edir. Öpürəm balamı, Allah ona sağlam ömür versin, onu bizə çox görməsin. Necə deyim, bir ananın duaları həqiqətən də çox olur və arzular da çox olur. Qızıma ilk növbədə can sağlığı diləyirəm. İnşallah Allah ona sağlam ömür versin. Dərdi, qəmi heç vaxt olmasın. Öpürəm və hazırlaşıram. Qaynanam giyinib. Qaynana salamlaş. Salam aleyküm, sabah xeyir, necəsiniz? Qaynanam bəzənib, düzənib, çiçək kimi qız olub. İndi isə biz hazırlaşırıq. Hara gəlin? Gəl mən şeydə. Şeylə nədir mi? Gəl yanıma, buradan taxım eləsən. Mən veşimi bura qoymuşam. Hə, izləyicilər, canlarım, gözlərim indi də bəzənmək. Yekə sponçlarımı qoymadım. Baletedin qız sponçlar qoymuşam ki, şey üçün, necə deyək? Yəni sumkama yerləşsinlər deyə. Qızlar bir süzmə nə da? Bir sürməm çəkmişəm. İndi keçirəm o birisinə. Çox abartılı istəmirəm. Çünki paltarım Zikrovundadır deyə. Göstərmir. Və Zeynəb də dırnaqlarını bayaqdandan ana deyə düzəldir. Ən əsas budur, qod çəkim gəldi. Qızlar, hamımız həyəcandayıq, sərsər hamı giyinir, bəzənir, düzənir. Zeynəb dırnaqlar qoyur, baxın. Dırnaqlar yerləşdirir və dırnaq qapısı da buradadır. Və dünya aləm vecini olmayan bir ədəd yağmur. Heç vecini deyil, elə mənim. Heç vecini deyil ha. Onda olan rahatlıq, kaş məndə də olaydı. Deyir, neynirəm? Deyirəm, dırnaq qoyursan, deyir, yox. Deyirəm, bəzən deyir, yox. Belə bəzən, makiyaj yox ha. Sadəcə get hazırlaşdı bunu. Deyir, bir paltarım gedəcəm də, söhbətə bax. Neysə, layner əlimdə qalmışam. Və qızlar, hazıram.
hazıram. Yüngülcə pomada da vurdum. Təbii ki, çin sumkamı götürəcəm. Amma paltarımı giyməyəcəm çünki toy saat burada saat 12-1 arası başlayır. Paltarımı giyib orada giyinəcəm. Mən elə bir ki, yoldaşımın xalası gildəyəm. Amma toy dayısı gildədir. Dayısı qızın toyudur. Ona görə burada giyinib gedəməyəcəm. Nə qədər məsafə var. Düz yoldaşım dedi maşın deyərsən. Maşın göndərərəm. Dedim ya əziyyət çəkməsin. Nə ilə gedərəm orada özümü giyinərəm. Mən sulu pomada falan belə blisk falan vurmuram açığı. Ona görə ki ürəyimcə olmur. Xoşum gəlmir. İndi inşallah ki hər şey qaydasındadır. Mən sabitləyici vururam. İnşallah. Yuxarıdadılar ya onlar hamısı. Ondan koyalım, içini çekin. Yorulmayasınız. Ay da, bu ocağın iyi, ləzzətdir də. Ürəyim gedir də bu. Burada nə pişir? Bulyondur. Burada sos deyəsən, ha? Baxın, gözəllikdir də. Hayıfdır rayon. Sonra deyil uzarda şey yok. Yaşlılık yok. Sonra mamanın nesi nedir? Hansı? Nesi gibi nedir? Ha. Yaşlılık yok. Bizi çəkir, sizi çəkmirəm. Sizi çəkmirəm, narahat olmayın. Heç də narahat olmayın. Mən elə şey eləmərəm. Bizim kanalımız var deyə, orada kənd həyatını çəkirik, toylarını. Qazan içində. Dekorumuz hazır. Bu bereketli bir olacak. Gel kim almayı? Ben çörek yeri uzun olacak. Zengin kızlar. Bana bak. Gece çek. Hə, kavarot. Yaxşı. Ben de çok kızlar. İndi mən onu necə paylaşacağım? Orada yemekler çektim. Kivi canını yiyim sənin hələ. Kivi canını yiyim. Hə? Hə, kividə balacaqdan kivi qoymuşam ona. Ay Gülü, ay çiçək, necəsən? Nə oldu? Mən balama nə oldu? İyi, Allah. Şey nə quba? Ay maşallah, ay maşallah. Ay can. Gülsara, uşaq sənləndir. Gülsara, uşaq sənləndir. Ne kurban, nedir? Mən qayını gəlirəm. Düz deyirdi də qayını. Və vilayət müəllim də buradadır. Gözəl səsi ilə toyumuzu aparacaq. Şahin zat durur qayını. Buradan düzəldək. 8'de 25 dakika işlemiş 10 yaşında olacak. Axşam. Orada danışıyorum. Deyəcəm mən gün məqamım 10 yaşıdır. Bu incinlərin də ad günüdür. İmino aynı ikisi. Şansıma Bilirsiniz her şey zaten. belli oluyor. Biliyorsunuz zaten. Biliyorsunuz zaten.